Dostlar, telefonumda 128 GB yaddaşdan yalnız 20 GB yer qalıb. Bunu sizinlə birlikdə təmizləyəcəm və qaydasını sizə də öyrədəcəm. Gəlin sürətli şəkildə başlayaq. Bəli dostlar, ilkin olaraq mən telefonumda yaddaş vəziyyətinin şəklini buradan çəkib götürürəm ki, neçə GB yaddaş təmizlədiyimi öyrənmək istəyirəm. Baxın, buradan çəkib götürürəm. Siz də istəsəz bunu edə bilərsiniz. Çəkin görün ki, təmizlədikdən sonra nə qədər yer açılacaq. Bəli dostlar, ilkin olaraq mən buradan elə baxın depolama alanı, yəni yaddaş vəziyyəti yazılan yerdən daxil olub, baxın burada görürsünüz ki, ən üstdə proqramlar və proqram məlumatları yer tutur. Ona görə də telefonumda istifadə etmədiyim gərəksiz proqramları silirəm. Deməli, ən başdan göstərim. Telefonunuzda ayarlara daxil olacaqsınız və buradan biraz aşağıya tərəf sürüşdürəcəksiniz və burada uygulamalar, yəni proqramlar bölümü sizi qarşılayacaq və burada uygulamaları yönət deyə bir seçenek var. Bura girəcəksiniz. Baxın, burada kaldır deyə bir şey var. Zibil qabı işarəsi var. Onunla da edə bilərsiniz və ya burada bir sürü proqramlar arasından axtarıb da tapa bilərsiniz. Məndə kaldır var deyə kaldırdan edirəm. Bir burada gərəksiz nə varsa, istifadə etmədiyim nə varsa sizinlə birlikdə canlı siləcəm. Baxın, deməli dostlar, burada görürsünüz ki, TikTok var. Baxın, TikToku istifadə etmirəm. Neçə aydır ki, bu mənim telefonumda var. Seçirəm bunu. WhatsApp biznesi istifadə etmirəm. Facebookda istifadə etmirəm. Binance istifadə olunmur. Daha sonra Instagramda istifadə olunmur. Onun əvəzinə YouTube var da. Instagram nəyə gərəkdir ki? Daha sonra Tuya qalsın, bir bank qalsın. Daha sonra biraz şey. Baxın, X, Twitter, yəni köhnə adıyla onu silirəm. Daha sonra biraz baxın, Grok'dur, süni intellekti. Mənə bu dəqiqə lazım deyil. Lazım olsa yükləyərəm. Telegramda onsuz Telegram pullu olub. Bunu da silirəm ki, mənə gərək deyil. Ev player falan qalsın. Komanda namaz vaxtı, smartcastı. Mən bu ən altdakı out nədir? Bunu da silək. Deməli dostlar, gördüyünüz kimi müəyyən proqramları seçdim və 6.29 GB, yəni 6 GB telefonumdan proqramları silərək yer açıram. Və buradan kaldır düyməsinə klik edirəm və bu mənim üçün silir. Və ona qeyd edim ki, indi bundan sonra dərindən təmizlik yollarını göstərəcəm. Bu silsin, qurtarsın göstərəcəm və nəzərinizdə saxlayın ki, bu üsulları etdiyimizdə şəkillərimiz, videolarımız falan silinmir. Bundan tam şəkildə arxayın ola bilərsiniz, amma yenə silərkən diqqət edin buna ki, heç bir şeyinizi silməyin, çünki öz əlinizdədir hamısı. Baxın, görün, o qədər proqram var ki, telefon zülüm çəkir silincən. Bəli dostlar, telefon çətinlik çəkə-çəkə də olsun, o proqramları mən buradan sildim və rədd elədim. Daha sonra yenidən telefonumuzun ana səhifəsinə qaydıraq. Buranı təmizləyək ki, video çəkirəm, telefon biraz yaxşı işləsin. Bəli, görürsünüz ki, mənim telefonum burada bəzən donmalar yaradır. Çünki yaddaş o qədər dolub ki, telefon yüklənir. Bəli dostlar, daha sonra ən sadə üsulları göstərirəm mən burada sizə. Sonra yavaş-yavaş ağır üsullara keçəcəyik. İndi keçirik telefonumuzun qalerisindəki gərəksiz videoları, şəkilləri silmə üsuluna. Burada indi mən özümdə bəzi şeyləri silməyəcəm, çünki çox uzun çəkəcək. Demək olar ki, bəlkə 7000, 8000 dənə şəkil video var burada. Hətta belə göstərim. Baxın, burada baxsaz 7000 və ya 8000 şəkil video var. Baxın, burada hamısını özünüz görürsünüz. Elə açılmaması da yaxşı oldu ki, bir də videoda blur falan qoymayacağam. Yəni belə görürsünüz ki, burada milyon dənə şey var. Mən bunları oturacağam, bekar olduğum zaman siləcəm, amma indi açılsınlar bunlar. Sizə bir üsul göstərəcəm. O üsul ilə daha rahat silə bilərsiniz. İndi açılsın. Baxın, 2025-də bir sürü şey gəlib. Bu 2025-dəkilərin yəqin ki 90% silinəcək. Həmçinin 2024-də o formada açılsın biraz, mən bunu göstərirəm sizə. Bəli dostlar, gördüyünüz kimi şəkillər yükləndi və qara gəlirdi. Baxın, indi bütün şəkillər burada görünür. Açıla-açıla da gedir yavaş-yavaş. İndi burada mən bir üsul göstərim. Biraz genişlətməlisiniz ki, hamısı görünsün. Baxın, burada şəkillər tarixlərə görə seçilib bizdə. Baxın, 6 Ocaq, 5 Ocaq, 4 Ocaq, 3 Ocaq. Yəni tarixlərə görə yazılıb. Misal üçün baxın, deyək ki, mən gəlirəm bura. Burada baxın 3 Ocaqda, yəni 3 yanvarda çəkilən şəkilləri mən bəyənmirəm. Bu formada seçirəm. Baxın, üstünə sıxdım, saxladım. Menü seç deyəndə 3 yanvarda nəsə çəkilibsə, telefonda onu seçir və burada seçili saxlayır. Baxın, məndə də 3 yanvarda nə çəkilmişsə, hamısı çəkili qalıb. Daha sonra misal üçün 4-ündə baxın, bu şəkillər çəkilib. Bunları misal üçün mən siləcəm. İndi 3-ün buradan ləğv edək ki, 3-ün içində bəzi şeylər var. Amma baxın, 4-ü seçdim. 4-ün içində mənə gərəkli şeylər yoxdur. Həmçinin 5-i falan da o formada edə bilərsiniz. Misal üçün baxıram, 5-də də lazımlı şey yoxdur. 5-i də seçirəm. Sil düyməsinə klik edirəm və bu silinir. Yəni tarixə görə silə bilərsiniz. Bir də şəkilə bir-bir girib baxa-baxa zibil qabı işarəsinə basmaqdansa bu daha rahatdır. Baxın, misal üçün dün yazılıb, yəni dünən. Birini seçdim, tümünü seç deyib, dünəndə nə çəkilibsə, hamısını seçib silə bilirəm. Bunu öyrədirəm ki, bu taktikadır. Siz də bunu yoxlayın mütləq. Və dostlar, əlavə olaraq bunu sildikdən sonra baxın, 5 yanvara məxsus şəkilləri sildim. Qaleridə zibil qabında qalır. Mütləq zibil qabını da boşaldın ki, onlar orada qalmasın. Buradan baxın, siz girəndə belə gələcək fotoqraflar. Buradan sağ tərəfə sürüşdürüb albomlar deyin. Ən aşağı sürüşdürün. Burada baxın, silinən öyrələr yazılıb.
Bura girin, baxın gördüyünüz kimi bura zibil qabıdır. Mənim sildiyim hər şey burdadır. Sağ üstdə baxın zibil qabı işarəsi var. Ona basıb silə bilərsiniz. Baxın məndə zibil qabında bu dəqiqə 61 megabayt fayl var burada. Yəni belə nə yığılsa buradan silin ki, bir də 30 gün müddətində bura yığılıb qalmasın. Yəni belə. Və dostlar, indi yavaş-yavaş keçirik çətin funksiyalara. Bunlar biraz çətindir. Diqqət edin bunlara. Keçək, baxın, daxil olduq telefonumuzun ayarlarına və ən üstdə baxın telefon haqqında deyə bir bölüm var. Bura giririk və burada baxın depolama bölümü var. Yəni az öncə telefonun yaddaş vəziyyətinə baxdığımız yerdir. Bura daxil oluruq. Burada indi biraz yüklənsin. Biraz təmizlik elədim. 20 GB qalxdı 29 GB. Yəni görürsünüz ki, kullanıla bilir 29.6 GB yazılıb. Açılsın, burada bir sürü fayl silməyə göstərəcəm indi. Daha çox yer açılacaq indi. Bəli dostlar, gördüyünüz kimi yükləmə olundu və hamısının yanındakı yükləmə işarələri getdi. Ən üstdə baxın uygulamalar və verilər yazılıb. Kiçik bir ox işarəsi var. Ona klik edirəm və proqramlar qarşılayır. Yenə məni buradan aşağıya doğru sürüşdürün. Buradan tam şəkildə sürüşdürün. Görəcəksiniz ki, paylaşılan dosyalar, yəni paylaşılan fayllar var burada. Tam şəkildə baxın. İndi baxın, burada da olanlar sizin telefonunuzda, misal üçün bir dostunuza WhatsApp-dan bir video çəkib göndərmisiniz. Onu telefon bura nüsxələyir, amma qaleriyadakini silmir. WhatsApp-dan ona atdığınızı tapır, silir. Yəni paylaşılan fayl sayılır. Yəni bunları silmək telefonunuzda heç bir şəkil videonu silməyəcək, narahat olmayın. Baxın, mən ən üstdəkini seçmirəm, çünki mənim bu indi çəkdiyim X-Recorder videosudur. Baxın, X-Recorder nə bilim nə yazılıb. Onu silsəm çəkdiyim video itəcək. Ona görə də baxın, bunun altından bir-bir baxın, nə varsa hamısını seçirəm. Əgər sizdə video falan çəkiliş edirsə, ekran qeydi edirsinizsə, ən üstdəkini silməyin risklidir. Biraz düşün aşağı, burada nə varsa hamısını seçin. Mən əslində silmişəm. Burada 800 megabaytlar falan da var idi. İndi məndə 9, 8, 7 megabayt falan göstərir, amma sizdə çoxdandır silmirsinizsə, burada bir sürü fayl olacaq və 500 megabaytdan 800 megabayta qədər dəyişəcək. Baxın, məndə ən üstdə olan belə 136 megabaytdır. Yəni burada nə varsa hamısını seçin. İndi 7-8-dən seçib gəlirəm. Bəli dostlar, gördüyünüz kimi seçdiyim fayllar burada görünür və seçdiyim fayllar ümumi 1 GB sayılır. Düzdür, bu 1 GB deyil. Çünki 1-2 həftə bundan qabaq mən bunları sildim bilmədən. Bilsəydim video çəkəcəm, silməzdim. 7 GB-a qədər burada video yığıldı. Bax, vallah yalan demirəm. İndi özünüzdə yoxlayın, özünüzdə görəcəksiniz. Bunu mən hər dəfə ayda bir dəfə 2 dəfə təmizləyirəm. Ona görə də belə oldu. Sil düyməsinə klik edirəm və sil edirəm ki, buradan silinsin, getsin. Bəli, son videomda burada qaldı. Görəsən silinmədi, tam dəqiq bilmirəm. Yəqin ki, silinməz. İndi davam edək. Bunu sildikdən sonra gəlin digər üsullarımıza keçək, görək oralarda nə var. Bəli dostlar, digər üsullarımızı göstərməzdən əvvəl qısa bir açıqlama verim ki, YouTube kanalımızı ekranda görürsüz. Bu Texnoklub kanalında bütün telefon, kompüterdə olan problemlərin həll videoları var. Yəni nə axtarsanız, bu axtarışda mənim videolarım sizi qarşılayacaq. Yəni çalışdığım qədər hər şey haqqında video çəkirəm ki, siz də öyrənəsiz, faydalanasınız və telefonlarınızı, kompüterlərinizi problemlərdən qurtarasınız. Belə videolar çəkdiyimə görə də və kanalımızın inkişafına dəstək olmaq istəyirsə, aşağıdan kanalımıza abunə olub videomuza like atın. Bir də bildiriş zəncini də aktiv edin ki, Azərbaycanda mənim kimi bu formada gözəl kanalların inkişafı olsun və bizə dəstək olmuş olasınız. Gəlin indi keçək digər üsullarımıza. Bəli dostlar, daha sonra yenə çətin funksiyalardan birini göstərəcəm. Telefonunuzda ayarlara girirsiniz, yenə ən aşağılara sürüşdürürsüz. Uygulamalar, yəni proqramlar bölümünə girirsiniz. Baxın, burada uygulamaları yönət deyə bir şey var. Bunu tapın və buradan ən aşağılara doğru sürüşdürün. Çünki burada bizə YouTube lazımdır və YouTube kimi bəzi proqramlar lazımdır. Biraz düşəcək. Bəli, gördüyünüz kimi gəldi. YouTube ən aşağıdadır. YouTube müzik və YouTube Studio da var burada. Gələk biz buradan ən üstdən YouTube-a daxil olaq və görürsünüz ki, ən üstdə baxın depolama yazılıb. Buna girin və görəcəksiniz ki, kullanıcı verisi. Burada 9.095 GB, yəni 1 GB deməkdir bu. 1 GB YouTube mənim telefonumdan veri, yəni məlumat tutur burada. Keş gedir bunun adı. Bunu da silirik ki, telefonumuzda yer açılsın. Baxın, veriləri təmizlə yazılır. Buna klik edin. Daha sonra tüm veriləri təmizlə yox. Baxın, buna diqqət edin. Tüm veriləri təmizlə eləsəz, proqram sıfırdan başlayacaq. İlk yüklədiyiniz vəziyyətə qayıdacaq. İçində hesablarınız falan varsa silinəcək. Siz buradan ön bəlləyi təmizlə deyin. Baxın, ön bəlləyi təmizlə dedim və burada kullanıcı verisi bölümü sıfırlanacaq. Baxın, düşdü 93 megabayta. Yəni görürsünüz ki, ciddi şəkildə yaddaşdan çıxıldı. Altda baxın, ön bəllə sıfırlandı. Yəni belə. Rahat bir şəkildə telefonun bu formada yaddaşını təmizləyə bilərsiniz. Bunu TikToka, Facebooka falan da tətbiq edin ki, onlar da çox yer tutur. İndi mən TikToku sizinlə birlikdə sildim axı. Ona görə məndə TikTok yoxdur. Siz bunu TikTokda da edin. Daha sonra baxın, YouTube kimi, TikTok kimi ağır proqramlar varsa, hamısında edin. Bu keş təmizləməkdir. Bu proqrama heç bir ziyan falan vurmur. Bütün proqramlarda da edə bilərsiniz. Və daha sonra dostlar, yenə çətin bir şey göstərirəm sizə. Bunu da diqqətlə baxın. Deməli, telefonunuzda daxil olacaqsınız WhatsApp-a və WhatsApp-ınız varsa, bunu Telegramla da yoxlayın. Telegramda da eyni cürdür.
Və yəni eyni şeylər Telegramda da olur. WhatsApp-a girdikdən sonra sağ üst küncdən 3 nöqtə deyə bir şey var. Buna klik edin və buradan ayarlara daxil olun. Və bura daxil olduqdan sonra aşağı tərəfə sürüşdürün. Depolama və verilər var. Buna daxil olun və ən üstə baxın depolama alanını yönət yazılıb və altına da 16.3 GB yazılıb. Buna girin və bura biraz gözləyin. Zülüm çəkə-çəkə yüklənəcək və açılacaq. Dostlar, gördüyünüz kimi açıldı. Hələ tam açılmayıb, amma əsas odur ki, açıldı. Gördüyünüz kimi WhatsApp bu dəqiqə mənim telefonumdan 16 GB yer oğurlayır. Səbəbi də odur ki, biraz aşağı düşürəm. Bu dəqiqə telefonum donur. Çünki səbəbi odur ki, çox WhatsApp, çox yaddaş yeyib burada. İşləyincən bunu açıncan əziyyət çəkir telefon. Aşağı düşürəm, hələ işləməyib. Baxın, burada gördüyünüz kimi Kamran var. Kamran mənim qardaşımdır. Onun nömrəsi var. Burada 8.1 GB-lıq yazışma etmişik. Yəni ona mən video atmışam, o mənə video atıb, daha sonra uzun ekran kayıtları falan çəkmişik, bir-birimizə atmışıq. Buna görə də Kamranla mənim yazışmam arasında 8 GB yer tutur. Ona görə də girin buradan faylları tapıb silin. Baxın, burada milyon dənə fayl var. Baxın, bir-bir seçirəm. 5 dənəsini, 6 dənəsini seçəcəm. Qalanın sonra, videodan sonra siləcəm. Baxın, 3-4 dənəsini seçdim. Sağ üstdə zibil qabı var. Buna vururam və sil deyirəm. Az da olsa baxın təmizlik olundu. İndi görək 8.1 neçəyə düşdü. Düzdür, çıxıb girməmişəm deyə burada görünməyəcək. Yəni belə. Girin burada çox danışdığımız adamlarla olan söhbətlərinizi silin. Baxın, onun altında öz nömrəm var. O da 3.1 GB-dır. Onun altında biri də var, 1.5-dir. Yəni bir-bir hamısını girib təmizləyə bilərsiniz. Bu da WhatsApp təmizliyi sayılır. Bəli, gördüyünüz kimi 16 GB idi, indi düşdü 15 GB. Yəni təsir elədi. Bir-bir girin, hamını təmizləyin. Yazışmalarınız silinsə də, silinməsə də buna diqqət edərək düzgün təmizlik etsəz, ciddi şəkildə yer atılacaq. 16-15 GB az yer deyil, mütləq bunu yoxlayın. Və dostlar, az öncə qeyd etdiyim kimi siz bunu Telegramdan da edə bilərsiniz. İndi burada uzun-uzun göstərmirəm, çünki çox uzun işdir. Mən bunu özüm oturub bekar olduğum vaxtı bunu edəcəm inşallah tək olanda. Daha sonra telefonumuzda giririk dosya yönəticisinə, yəni fayl idarəçisinə. Çünki burada da müəyyən gərəksiz fayllar falan var. Bunları da tapıb silməliyik. Buradan sağ tərəfə, soldan sağa doğru sürüşdürürük. Belə bir yer açılır və üstə görürsünüz ki, burada daxili olaraq paylaşılan depolama alanı bu seçilməlidir. SD kart. Burada da gəlin görün nə gərəksiz şeylər varsa silin. Misal üçün baxın, Android-də yox, dokument yazılıb. Buna girin, görün burada. Baxın, misal üçün mən Facebook işlətmirəm, amma Facebookun burada faylı var. Üstünə sıxın, saxlayın, sil düyməsinə klik edin, getsin. Daha sonra gəlin, yenə dokument faylına girin, görün burada. Baxın, misal üçün Pixel Lab istifadə etmirəm, amma Pixel Lab'ın faylları var. Daha sonra başqa proqramlar görsəniz, yad nə görsəniz, bilin getsin. Misal üçün baxın, montaja girirəm, burada görüm nələr var. Baxın, VO3 falan deyir. İstifadə etmirəm, yəni istifadə etmədiyim nə gərəksiz şey varsa seçib silirəm. Siz də eynən adlarını diqqətlə oxuya-oxuya seçib silin. Burada yəni hər cürə şey var. Yenə bunları da bekar olanda diqqətlə baxa-baxa özüm siləcəm. Videoda çaşıb səhvə məlumatlarımı silə bilərəm. Ona görə də belə etmirəm. Və dostlar, bundan sonra da telefonda olan təmizləyici proqramlarını istifadə edə bilərsiniz. Mən bunu həmişə təhlükəsizlik proqramı üzərindən edirəm. Baxın, yaşıl proqram, buna daxil oluram. Burada hər cürə təmizlik funksiyaları var. Buna daxil olub bunu edirəm. Misal üçün baxın, burada təmizləyici yazılıb. Buna girdim. Bura biraz byte təmizlənməsi falan edəcək. Yəni dərin təmizlik falan edəcək. Sonra orada böyük faylları silin deyə bir şey yazılacaq. Gəlin onu da göstərim. Baxın, təmizləndi. İndi təmizlənəndən sonra reklam çıxa bilər burada. Bəli dostlar, reklamımız da çıxdı və reklamımızı izlədik. Və bu formada reklamları bağlamaq istəyirsə, sağ üstdə bir video qoyuram. Onunla edə bilərsiniz. Daha sonra X-a klik edirəm, yenə reklam gəlir. Bunu da bağlayıram. Gəlirəm, burada gördüyünüz kimi müəyyən funksiyalar və bunun altına baxın, təmizlə deyə bir şey yazılıb. Buna klik edirəm və görürəm ki, burada bəzi şeylər açılır. İndi tam yüklənsin. Burada böyük boyutlu dosyalar deyə bir şey olacaq. Baxın, 4-cü, 5-ci sıradadır. Bura gəlirəm, burada da görürəm ki, gərəksiz fayllar falan var. İndi məndə gərəksiz deyil, meyxanalar falan var. Baxın, Vüqar Biləcəri, Rəşad Dağlı falan yazılıb. Yəni böyük həcmli meyxanalar yüklüdür telefonumda. 30 dəqiqəlik falan, ona görə belədir. Bunları silmirəm, amma siz baxın, burada yad nələr varsa silin. Misal üçün baxın, bu nədirsə mən bunun nə olduğunu bilmirəm. Adının da nə olduğu heç bilinmir. Bunu silirəm. Görək başqa aşağılarda yoxdur. Qalanları meyxanalar falandır. Bunu seçirəm və silirəm. 25 GB-lıq sildim. Sizdə daha çox ola bilər. Mütləq silin bunu. Daha sonra bundan əlavə olaraq sizə müəyyən tövsiyələr verim və yavaş-yavaş videomuzu sonlandıraq. Dostlar, tövsiyəm odur ki, gəlin buradan girək Play Store-a, bunu göstərim, sonra videomuzu sonlandıraq. Play Store-a girib dostlar, telefonunuza gərəksiz proqramları falan yükləməyin. İndi məndə də özünüz gördünüz ki, telefonumda işlətmədiyim bəlkə bir 10-a yaxın proqram sildim və nə qədər yer açıldı. Yəni burada gördünüz ki, telefonun ciddi şəkildə yaddaşında yer açıldı. Ona görə də telefonda istifadə etmədiyiniz heç bir şeyi yüklə, sil etməyin. Çünki silsəniz belə elə proqramlar telefonunuzun yaddaşında yer tutmağa davam edir. Ona görə də çalışın yükləməyin. İndi gəlin görək nə qədər yer açıldı. Ayarlara daxil oluram.
bayaqki şəkillə müqayisə edəcəm, görək neçə GB yer açıldı. Bəli dostlar, indi görürsüz ki, deyir ki 32.8 GB kullanıla bilir. Hələ mən tam təmizlik etməmişəm. Galerini boşladım, saxladım ki, bekar olanda təmizləyərəm. Daha sonra faylları saxladım. 50 cür şey saxladım da mən burada sizinlə. Onunla belə məndə 10 GB-dan çox yer açıldı. Yəni özünüz də görürsüz ki, ciddi şəkildə işə yaradı. Siz bunu oturub dərindən təmizləyərsiniz. Çünki mən burada video çəkirdim deyə adam kimi göstərə bilmədim sizə. Yəni belə. Bunu özünüz edə bilərsiniz. Yəni 10 GB-dan daha çox açılacaq sizdə və xeyrini görəcəksiniz. Bəli dostlar, videomuz bura qədər idi. İnşallah bu video sizin üçün faydalı olmuşdur. Belə videoların davamının gəlməsini istəyirsə və mənə dəstək olmaq istəyirsə, mütləq aşağıdan kanalımıza abunə olub və videomuza like atın. Belə videolar atdığımızda öncədən xəbər tutmaq üçün də mütləq bildirişləri aktiv edin. Sağda solda izləyə biləcəyiniz maraqlı videolar var. Reklamları bağlamaq üçün də olan videonu baxın bu hissəyə qoymuşam. Buna da baxa bilərsiniz. Gələcək videolarımızda görüşərik. Özünüzə yaxşı baxın. Sağ olun, salamat qalın.